Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ağsu rayonunda hərbi xidmətdən qayıdan gənc dava sağlığı üçün həbs edilib. Xəbər verilir ki, hadisə bu ilin aprelin 22-sində baş verib. 2005-ci il təvəllüdlü şəxs bu günlərdə hərbi xidmətdən tərxis olunduğu üçün yaşadıkları evdə şənlik təşkil olunub. Şənlikdə onun qohumları da iştirak ediblər. Şənlikdə spirtli içki içən həmən şəxs sərxoş vəziyyətə düşüb. O, xalasının əri ilə rəqs üstündə mübahisə edib. Mübahisə dava-dalaşa çevrildiyi üçün hadisə yerinə polis əməkdaşları gəlib. Polislər onu Ağsu rayon polis şöbəsinə dəvət ediblər. Polis şöbəsinə gətirildikdən sonra həmin şəxs özündən asılı olmadan əsəbləşir və ucadan səs-küy salaraq nalayiq küçə sürücüləri söyməyə başlayıb. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o hərəkətlərinə davam edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 xırda xuliqanlıq və 535.1-ci polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanun tələblərinin qəsdən tabe olmama maddələrlə ittiham elan edilib. Təqsirləndirilən şəxs qismində ifadə verən həmin şəxs etdiyi hərəkətlərə görə çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib. Ağsu rayon məhkəməsinin qərarı ilə həmin şəxsə 15 gün müddətinə inzibati qaydada